Bu əlimdə gördüyünüz nədir? Yaydır. Buna nə deyirlər? Həm də kaman. Bu nədir bəs? Oxdur. Bundan yay və oxdan nə üçün istifadə olunur? Bəs əvvəllər nə üçün istifadə olunur? Aha. Deməli uşaqlar, qədim dövrlərdə yay və oxdan silah kimi istifadə edirlər. Amma bugün idman növü kimi istifadə olunur, idman aləti kimi istifadə olunur. Deməli iki hissədən ibarətdir. Kaman və ox hissə. Kaman və ox hissə. Biz təlimə başlamamışdan əvvəl uşaqlar təhlükəsizlik qaydalarını sizə xatırladım. İndi hal-hazırda dayandığınız yerdən irəliyə gəlmirsiniz. Çünki ox atılan yerdən ümumiyyətcə 2 metr arxada olursunuz təxminən. Bu təhlükəsizliyə görədir və hər bir öyrəndiyimiz nə varsa bizim üçün vacibdir, ancaq təhlükəsizlik ondan da vacibdir. Ox çıxa bilər, sizə dəyə bilər, ucu itidir, xəsarət yetirə bilər. Ona görə deməli diqqətli olmaq lazımdır. Təhlükəsizlik qaydalarını riayət eləmək lazımdır. Deməli uşaqlar, oxu atmaq üçün oxu necə düzgün atırlar? Bilən var oxu düzgün atmağı. Necə atırlar? Onun orasını yer var, onun tartışır. Aha. Bilmirəm. Hə. Deməli uşaqlar, indi mən sizə izah eləyəcəm oxu necə düzgün atırlar. Hamı məni eşidir? Aha. Deməli, oxu necə düzgün atırlar, bugün mən sizə izah eləyəcəm. Və siz də çalışın ki, ox atdığınız müddətdə oxu düzgün atmağı öyrənəsiniz, düzgün istifadə eləyəsiniz. Çünki necə vərdiş eləsəz, elə olur. Yəqin ki, sol əlli yoxdur içərinizdə, hamı sağ əllidir. Olsa belə çox təəssüf ki, bizim sol əlli oxumuz yoxdur. Deməli, uşaqlar, həmişə oxu atarkən kaman bizim sol əlimizdə olur. Bu şəkildə tuturuq. Bu şəkildə tuturuq. Və uşaqlar, hədəf həmişə bizdən hansı tərəfdə qalmalıdır? Sol tərəfdə. Hədəf həmişə bizim hansı hissəmizdə olmalıdır? Sol tərəfimizdə olmalıdır. Və uşaqlar, biz hədəfi sol tərəfimizə alırıq və dayanırıq. Dayanandan sonra ayaqlar çiyin bərabəri açılır. Bu şəkildə dayanırsınız, bir-birinə paralel şəkildə. Bu şəkildə dayandınız. Burada uşaqlar, görürsünüz, oxumuzun iki tərəfi eyni, bir tərəfi isə fərqli olan rəng var. Fərqli olan rəng siz tərəfə baxmalıdır. Bu oxu kamana qoyarkən, baxın. Bu şəkildə olmalıdır. Niyə belə olmalıdır? Çünki bu ox yaydan çıxanda, kamandan çıxanda bu tərəf görürsünüz düzdür deyə maneçilik törətmir və oxun istiqamətini dəyişmir ona görə. Və uşaqlar, oxu atarkən deməli sol əlimiz hədəfə doğru uzanır. Bax görürsünüz, qolumuzla hədəf simmetrik olmalıdır. Yəni sinəmizlə qolumuz düz olmalıdır, simmetrik olmalıdır. Və hədəfə doğru biz ancaq başımızı çeviririk. Oxu atarkən iki barmaqdan istifadə olunur. Bu iki barmaqdan. İki barmaqdan. Necə? İki barmaqla ipdən tuturuq, oxu tutmuruq. İpdən tuturuq və disrəyimiz çiyin bərabəri qalxır və çəkirik bu şəkildə. Bax görürsünüz, çiyinlə çəkirsiniz və nişan alırsınız. Nişan alarkən oxun arxa tərəfi uc və hədəf eyniləşdirirsiniz. Hədəf sizin sol tərəfinizdə qalır və çəkirsiniz oxu, atırsınız. Və bu şəkildə uşaqlar. İki barmaqla tutdun. Bu barmağını çıxart. Çiyini, bu disrəyi çiyin bərabəri qaldırırsan. Aha. Çək disrəyini. Çiyinlə çək. Biləklə çəkmə. Çək, çək, çək. Bacardığın qədər çək. Çək. Nişan al. Çünki oxu əyirsən, oxu düzgün tutmursan ona görə. Burayla çək. Çək, 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 çək. Nişan al. Atış. Geç getir. Qaç. Biraz ses. Sonra növbəti gəlsin. Görə indi uşaqlar, hədəfi ən yaxşı kim vurur? Sol əllə. Fərqi yoxdur, ikisindən biri. Buradan tut. Keç mənim qarşı tərəfimə. Üzüm mən tərəfə. Ayaqlar çiyin bərabər açırsan.
Çiyin bərabəri, çiyin bərabəri. Gör mən nətər dayanmışam. Aha. Kəndirdən tutun çəkmir. Aha, kəndirdən. Yox, fırlanma da. Bəs sənin nətər saxladın? Ay sağ ol. Ay əla. Aha. Dişlərini qaldır, çiyin bərabəri. Ay sağ ol. Baba gözlə. Biləyinlə çəkmə. Baba fikir ver. Baba qaldır, baba. Görsən necə rahat çəkirsən. Nişan al. Burax.